Bismillahirrahmanirrahim. Əgər bir nəfər oruc halında ola və yadından çıxarda ki, mən orucam və diqqət eləməyə, ixtiyarsız bunun boğazına toz getsə və yaxud tüstü getsə, bunun orucu batil olmaz. Bunun orucu səhihdir. İkinci məsələ budur ki, bu ağa Ayətullahul Uzma Seyyid Sistaniyə məxsusdur. Buyurur, əgər bir oruc halında bir şəxs öz başını bütöv şəkildə suya batırsa, bunun orucu batil olmaz, amma bu iş şiddətli kərahətlidir. Yəni, bəyənilmir bu iş. Amma birdən bir şəxs öz başını, baş nahiyəsini bütöv şəkildə suya batırsa, bunun orucu düzdür. Bəzi müctəhidlər buyururlar ki, belə olan halda orucu batildir. Amma bu ağa buyurur, oruc səhihdir və lakin bu işi görmək məkruhdir. Elhamdülillah.